Salam hörmətli izləyicilər, Optimation ilə bağlı növbətdə danışacağım mövzu responsun hər hansı bir datanı alıb digər request istifadə etməklə bağlı olacaq. Bu çox mühüm mövzulardan biridir, çünki biz adətən test eləyərkən çoxlu requestlər göndəririk və requestlər adətən bir-birindən asılı olur. Hər hansı bir dəyəri digərində istifadə edirik. Mən bunun Postmandan bir nümunəsini göstərdim, daha sonra isə Optimation'da IntelliJ-də bunu Optimation eləyərik. Deməli, məsələn, məndə belə bir URL var və mən bunu send eləyirəm, mənə çoxlu datalar qaytarın və mən buradan bir dənəsini, məsələn, birincisinin ID-sini götürürəm, user ID-sini, digərini istifadə eləyirəm, digərini gətirib burasına qoyuram və nəticəni baxıram və belə olur. İndi mən bunu hər dəfə manual götürüb, buradan burada istifadə etməyim heç də Optimation olmayacaq və çətin olacaq. Bunun üçün nə edirəm? Belə yazıram. Postmanda bu şəkildə yazıram və bunun içərisində user ID-ni daha öncə bu skriptlə set elədiyim üçün bu da olur. Bunu həmçinin Optimation-da eləmək bu şəkildə olacaq. Deməli, mən gəlim Optimation-a, IntelliJ-də deməli yazıram. Daha öncə sizə göstərmişdim ki, JSON Pass-ilə biz actual body-mizi götürə bilirik. Belə yazırıq, response.jsonpass və daha sonra actual body içərisində hər hansı bir datanı get eləyə bilirdik. Məsələn, belə bir şey eləyəcəkdik ki, get elə stringi. Bunun daha qısa variantı necə olar? Biz elə bunu da belə yazmayaq. Bunun içərisində elə JSON Pass-i çağıraq və get stringi eləyək. Yazaq ki, biz burada yazmalıyıq ki, bizə hansı dəyər lazımdır, yəni bu response içərisində qaydan hansı dəyər lazımdır, onu get eləsin və yazacağıq ki, məsələn, user ID-sini götürürük ilə onun içərisindən və belə eləyirik. Amma burada bir dənə problem var ki, sən deyir ki, response klassından bunu çağırırsan, onu string klassından çağır ilə ki, çünki sən string əldə eləyəcəksən. Bu da xəta verir ki, belə olmaz. Bunu belə salt yazıb klik eləyəndə biz öz nəticəmizi görmüş olacağıq. Ona görə də yazılıb response və bunu run eləyək, görək nə nəticə əldə eləyək, görək user ID-mizi əldə etdikmi. Bu da çoxlu user ID olur, çünki gördüyünüz kimi məndə bu da bir arraydir, arrayin içərisində də çoxlu datalar var və mən bildirməmişəm ki, sən hansının user ID-sini götürürsən, bunu mu? Düzdür, hamısı birdir, amma mən hər halda burada qeyd eləməliyəm ki, sən birincinin user ID-sini götür. Məsələn, burada qeyd edirəm ki, 0 nöqtə, yəni birincisinin user ID-sini. Görək belə olurmu? Bunu eləyəndə gedəcək, birincisinin user ID-sini götürəcək. Görürsünüz, cavab 1-dir. Məsələn, mən ikincisinin ID-sini götürürüm. Burada belə eləyim və burada təkcə ID-nin götürməyimi istəyim və görək nə nəticə əldə olunur. Cavab 2 olacaq, bəli. Çünki burada cavab 2-dir. Yəni, burada qeyd eləməliyəm ki, əvvəlcə sən arrayin içərisində, çünki arraydən qayıdır cavab, arrayin içərisində hansı datanı götürdüyümüzü qeyd etməliyik. Bunu götürdükdən sonra digər requestdə biz bunu istifadə edəcəyik ki, çünki Postmanda da baxın, mən burada digərində istifadə edirəm. Yenə gəlim, yazıram ki, response1 bərabərdir, given.when yazıram. Daha sonra get request edirəm, çünki bu da get requestidir və yazıram ki, bu URL-imdir. Mən burada yuxarıda qeyd eləmişəm bu URL-i. Yazıram URL. Üstünə, deməli, nə gəlir? Post gəlir, post requesti gəlir. Deməli, post. Və daha sonra isə bunu da bir dənə slash əlavə edirəm ki, bir-birinə qarışmasın və daha sonra isə həmən bu əldə etdiyim dəyəri bura set edirəm, burada çağırıram və belə olur. Görək bunun nəticəsi nə olacaq? Response 1-in nöqtə print eləyək, görək nə nəticə əldə edirik. Mən ikinci requesti bunu artıq çağırmış oldum. Baxın, gördüyünüz kimi bunun nəticəsi 2 oldu. 2-ni də gəldi, bura qoydu və bu nəticəni əldə elədi. Görək, burada da elə olurmu? Bunun dəyərini məsələn 2 eləsəydi, görək nə nəticə əldə olunacaqdı? 2 budur və bu da nəticə eynidir. Deməli, bu şəkildə biz öz hər hansı bir dəyəri əldə edib digərini requestində istifadə edirik. Bir növ passində istifadə elədik. Amma görək, biz bunu götürüb hər hansı bir request body-də istifadə edə bilərmi? Çünki bəzən, məsələn, biz bu body-yə bunu bir request göndərdik və hər hansı bir əldə etdiyimiz dəyəri digərinin request body-sində istifadə etməli oluruq. Onun üçün nə edəcəyik? Bir dənə də onu deməmişdən qabaq header-ində deyim ki, adətən token
tokenlə işləyən requestlər olur. Hansı ki siz orada login eləyirsiniz, orada bir token yaranır. Tokeni Postman-da bu şəkildə BR token kimi gətirib bura set eləmək lazımdır ki, sistem sizi tanısın. Məndə indi elə bir servis yoxdur, amma adətən servislərdə belədir ki, authorization olmayanda 401 xətası atır. Bu xətanın qarşısını almaq üçün, yəni sistem sizi tanımaq üçün sizdə headerinizdə authorization deyilən bir bölmə olmalıdır ki, siz burada qeyd eləyəsiniz ki, sistem sizə tokeni oraya əlavə edib, sistem sizi tanısın. Məsələn, mən burada əgər tokeni əldə etsəydim, məsələn, məndə əldə olunan token olsaydı belə, məsələn, bunun adını dəyişən token qoyuram və daha sonra, məsələn, mənim əldə edildiyim token olsaydı, mən nə edəcəkdim burada? Bu şəkildə yox da, məsələn, belə eləyib, burada yazacaqdım ki, bir dəqiqə, belə yazıram. Yazıram ki, headerinə authorization elə, özü də bilir ki, belə deyirlər və bearer yazırlar, belə üstünə də responsu gəlginən, tokeni gəlginən, tokeni gəl, tokeni gəl. Yəni, bunun tokeninə sanki bura gətirəm, mən əlavə edirəm. Necə ki, məsələn, burada da onu Postman-da da həmən belə bir şey eləyə bilərdim. Belə eləyirəm. Çox da burada fərq hiss olunmur, amma real servislərdə bunu görəcəksiniz. Sizdən token istəyəndə, siz tokeni bu şəkildə əlavə etməli olacaqsınız. Yəni, buradan aldığım dəyəri digərinin responsunda. Yəni, burada aldığım dəyəri digərinin responsunda mən bu şəkildə istifadə edə biləm. Digərinin authorization'da bu şəkildə istifadə edə bilərəm. Qaldı bir dənə body'də, request body'də istifadə eləmək necə olur. Daha öncə dedim ki, JSON obyekt deyilən bir klass var. Bu klassla biz obyekt yaradırıq və adında request body qoyub, digər yerdə biz body kimi istifadə edə bilirik. Bunun adında JSON obyekt qoyub, bu şəkildə bir obyekt yaradırıq və request body'nin içərisində put eləyib, biz məsələn bu body'ni orada yazmalı oluruq. Məsələn, belə yazım. Belə. Məsələn, mən bu şəkildə yazım və belə edeyim. Məsələn, ikincisini password istəyir məndən. Sanki mən burada bir password əldə eləsəm, digərinin requestində istifadə etmək istəsəm, mən nə etməliyəm? Gələcəm burada password yaradıram. Adın password qoyuram və burada, məsələn, bu mənim əlimdə etdiyim password olsaydı, mən burada token yazıb bunu çağıracaqdım və bu şəkildə request body yaradacaqdım və request body'min içərisində e-mailim bu olacaqdı, passwordum isə buradan əldə etdiyim nəticə olacaqdı və mən digər requestə belə istifadə edəcəkdim. Deməli, yenə response yaradım. Response bərabərdir given .when .post eləyirəm və yenə də yazıram ki, URL üstünə gələm, post gələm, post belə yazdım və mən burada məndən tələb edəcək ki, sən body də yaz ki, bura body'nin də içinə nə yazıram? Request body. Request body yazıram və response'un bunu çağıracağım, response.print edeyim, görək nə nəticə əldə olunacaq. Mən sanki burada bir dəyər əldə elədim, digərinin, baxın, belə bir dəyər əldə eləmiş oldum, digərinin requestində, body'sində həmən dəyəri əlavə edib istifadə elədim. Bunun 2 əldə olundu, 101'i mən buradan götürdü yəqin ki və mən digərinin request body'sində bunu istifadə elədim və bura post elədim. Bunu ləğv edim ki, deyəcəm necə oldu. Deməli, mən burada bir dəyər əldə elədim, gəldim, burada istifadə elədim, mənə 101 adlı dəyər yaratdı. Necə ki, burada 101 yaranırdı, həmən şeydir. Məndə niyə əksi yarandı? Mən çünki content type yaratdım, əlavə etməmişəm.
Bunu da əlavə edəndən sonra eyni görək nə buradakı nəticə əldə olunurmu. Belə də əlavə elədim. Baxın, password 2. Niyə 2? Çünki mən burada 2 əldə eləmişdim. 2-ni atmışam bura. Necə ki, burada məsələn 2 eləsəydim, cavab bu şəkildə olacaqdı. Burada da belə şəkildə oldu. Ümid edirəm anlaşılandır. Yəni bu əsas mövzulardan biridir ki, bir dəyəri əldə edib digərində istifadə eləmək lazım olur və bunu bilməliyik ki, biz end-to-end test yaza bilək, ardıcıl testlərimizi yazacaq və bir-birindən asılı olan servisləri optimization eləyə bilək. Çox sağ olun izlədiyiniz üçün təşəkkür edirəm. Növbəti videoda görüşərik. Çox sağ olun.